Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pəri Firuz qızıdır. Bu günlərim sizlərə mövzu izahı təqdim edəcəm və ekranda da qeyd etmişəm, mövzu izahını görə bilərsiniz. Təqdim edəcəyim mövzu sosial-emosional öyrənmə haqqında olacaqdır. Mövzu izahına keçməmişdən öncə istərdim kursumuzun nömrələrini sizlərə xatırlatma edeyim. Dərslər haqqında ətraflı şəkildə məlumat almaq istəyirsinizsə, bu istər ödənişli, istər ödənişsiz qruplarımızda qoşulmaq istəyirsinizsə 055 527 25 99 nömrəsinə yaza bilərsiniz. İndi isə müəllimlər, keçid edək sosial-emosional öyrənmə haqqında danışmağa. Hansı ki, müəllimlər, elə ilk buradan başlayaq. Sosial-emosional öyrənmə nədir? Hansı ki, müəllimlər, sosial-emosional öyrənmə dedikdə, yəni bu elə bir prosesdir ki, istər gənc nəslə, istərsə də yaşlı nəslə, qarşımıza qoyduğumuz bir məqsəd var da hər birimizin. Bax, o məqsədlərə çatmaq üçün bir strategiya qurmağımız və yaxud qarşımızda bir insan var, həmin insanla empatiya qurmağımız, qarşımda bir insan var, onu motivasiya eləməyim, onu dəstəkləməyim və yaxud düzgün qərar qəbul eləyərkən hər hansı bir işin məsuliyyətini öz üzərimə götürürəmsə, onun məsuliyyəti daşıyıramsa, bu nədən irəli gələ bilər? Əlbəttə ki, insanda sosial-emosional öyrənmə inkişaf edibsə, formalaşıbsa, bu bizdə də, belə deyim, empatiya qura biləcəyik, strategiya qura biləcəyik, məqsədə çatmaq üçün hər hansı bir plan tərtib edə biləcəyik. Əgər yox, bizdə sosial-emosional öyrənmə inkişaf etməyibsə, motivasiya edə bilmərik, empatiya qura bilmərik və yaxud emosiyalarımızı düzgün şəkildə idarə etmə bacarığı zəif olacaqdır bizdə. Ona görə də bugünkü gündə, yəni 21-ci əsr bacarıqlarından danışırıqsa, biz 21-ci əsr bacarıqlarında sosial-emosional öyrənməni hər bir insan bugünkü gündə özündə formalaşdırmalıdır. Sosial-emosional öyrənmənin 5 komponenti vardır. Müəllimlər, ekranda da qeyd etmişəm, görə bilərsiniz. Özünü dərk etmə, özünü idarə etmə, sosial məlumatlılıq, bəzən isə testlərdə və yaxud da biz buna empatiya deyə müraciət edə bilərik. Ünsiyyət bacarığının olması, qərar qəbul etmənin məsuliyyətini daşımaq. Hər biri nəyə daxildir? Sosial-emosional öyrənmənin komponentidir. Baxın, müəllimlər, ilk olaraq da qeyd etmişəm, özünü dərk etmə. Gəlin, özünü dərk etmənin nə olduğunu izah verim. Özünü dərk et, belə deyək də, özünü dərk et. İnsan müəllimləri, hər birimiz özümüzü dərk etməyi bilməliyik. Yəni, bir insan olaraq öz emosiyalarımızı bilməliyik. Mən bugünkü gündə sevinç hissi keçirdim, kədər hissi keçirdim, təəccüb, qorxu və s. hisslər keçirdim. Bunu keçirdiyim hissi bilirəmsə nədir? Deməli ki, insan özünü dərk eləyə bilir. Və yaxud insan olaraq hər birimiz özümüzün güclü, zəif tərəflərini bilirik. Mən bilirəm ki, mənim özümün güclü tərəfim nədir, zəif tərəfim nədir. Sən də bunu özün haqqında bilirsən. Özünün zəif tərəfi nədir, güclü tərəfi nədir? Hər bir insan, belə deyim də, özümüz haqqında gedir də. Burada müəllimlər, söhbət burada özümüz haqqında gedir. Başqası haqqında yox. İnsanın özünün güclü, zəif tərəflərini bilməsi, insan öz keçirdiyi hissi anlaması, yəni emosiyalarından xəbərdar olması, özünü dərk etmə komponentində özünü göstərir. Daha sonra özünü idarə etmə. Burada da deyir, özünü idarə et. Hansı ki, müəllimlər, özünü idarə etmədə biz emosiyalarımızı bilməliyik və onları eyni zamanda da idarə etməyi bilməliyik. Məsəl üçün, mən əsəbləşmişəmsə, özümü idarə etməyi bacarmıram. Çox sevincliyəmsə, çox sevincli bir xəbər eşitmişəmsə, yenə də burada mən özümü idarə etmədən çıxa bilərəm. Amma bunları idarə etməyimiz sevinç hissində, kədər hissində, qorxu hissində, təəccüb hissində və s. hisslər keçirə bilərik ki, insanın özünü idarə etməsi məhz ikinci komponentə daxildir, özünü idarə etməyə. Hansı ki, özünü idarə etmədə insan bir məqsəd qoymağa, məqsədə çatmaq üçün hər hansı bir plan görürüksə, qarşımıza bir məqsəd qoydum. Bu məqsədə də mən çatmaq üçün qarşımda olan problemləri dəf etməliyəm də. Bunlar özünü harda göstərir? İkinci komponentdə özünü idarə etmədə. Eyni zamanda müəllimlər, hansı ki, şagirdin qarşısına qoyduğu bir məqsəd var. O məqsədə çatmaq üçün də bir
plan çizəcəksə, qarşına çıxan maneəni dəf eləyəcəksə, bu şagirdin akademik nəticələrində eyni zamanda da həyatla əlaqəli ola bilər. Yəni tək dərsliklə deyil, həyatımızda da hər hansı bir qarşımıza məqsəd qoymuşuq, məqsədə çatmaq üçün. Eyni zamanda da akademik nəticələrdə də bu yaxşı belə şagirdi inkişaf etdirir. Bu da oldu özünü idarə etməyə. Yəni hisslərimizi idarə etməyimiz, qarşımıza bir problem çıxıbsa onu aradan qaldırmağımız, məqsədə çatmaq üçün əlimizdən gələni etməyimiz özünü idarə etmədə tapır. Daha sonra müəllimlər sosial məlumatlılıqdan danışaq. Sosial məlumatlılığı biz bəzən empatiya kimi, yəni empatiyanı da özümüzü başqasının yerinə qoymağımız, başqasının keçirdiyi hissləri biz özümüzdə formalaşdırmağımız və bunun üçün də biz nə edə bilərik? Şagirdləri sosial mövzularda iştirakına dəvət edə bilərik. Debatların keçirilməsi şagirdlər üçün faydalı ola bilər. Xeyriyyəçilik aksiyalarının aparılması faydalı ola bilər. Məsəl üçün xeyriyyəçilik aksiyası deyəndə nəyi nəzərdə tuturam? Uşaqları uşaqlar evinə aparmağı, qocalar evinə aparmağı, kimsəsizlər evinə aparmağı, yəni bəsair. Yəni xeyriyyəçilik aksiyalarını biz tətbiq edirik. Uşaqlarda sosial məlumatlığı, yəni empatiyanı inkişaf etdirə bilərik. Və biz bunu nəyə görə edirik? Hansı ki, xeyriyyəçilik aksiyası dedim, sosial mövzularda debatların keçirilməsi. Biz bunu nəyə görə edirik? Şagirdlərimiz başqalarının keçirdiyi hissləri də hiss edə bilsinlər və yaxud bu problemin həlli üçün şagirdlər səmərəli həll yolu tapmağa maraqlı olsunlar. Bu müəllimlər empatiyada özünü göstərdi. Ünsiyyət bacarıqlarından danışaq. Ünsiyyət bacarığı elə adı üstündədir. Ünsiyyət qurmağı biz uşaqlarda formalaşdırmalıyıq. Şagirdlərdə ünsiyyət əməkdaşlıq bacarığını inkişaf etdirmək təbii ki, 21-ci əsr bacarığıdır və bunu hər bir şagirdimizdə, özümüzdə də inkişaf etdirməliyik. Məsələn, bunun üçün qrup işi təşkil edə bilərik. Şagirdlərin layihələri dəvəti cəlb edə bilərik, layihə hazırlamağa. Şagirdlərin eyni zamanda da biraz öncə səsləndirdim, debatlarda iştirak etməsi ünsiyyət bacarığını uşaqlarda inkişaf etdirəcəkdir. Və biz müəllimlər ünsiyyət bacarığından danışırıqsa, biraz öncə vurğuladım ki, 21-ci əsr bacarıqlardır, ünsiyyət bacarığı, əməkdaşlıq bacarığı. Eyni zamanda biz bunlara şagirdlərə də aşılamalıyıq ki, hər biriniz özünüzdə ünsiyyəti, əməkdaşlığı formalaşdırmalısınız. Və yaxud uşaqlar arasında konflikt yaranıbsa, konflikt nədən yarana bilər? Səbəbini həll etmək üçün, bu konflikt yaranıbsa, bunun həllini biz gətirmək üçün uşaqlar danışaraq bu konflikti aralarında həll edə bilərlər. Bunun üçün nə lazımdır? Ünsiyyət qurması lazımdır. Yəni uşaqlarda ünsiyyət bacarığını biz inkişaf etdirdikcə onlar konfliktləri də həllinə çalışmalıdırlar. Bu da oldu ünsiyyət bacarığı. Daha sonra qərar qəbul etmənin məsuliyyətini daşımaqdan bundan danışaq. Adı üstündədir. Uşaqlar qərar qəbul edəcəklərsə, bunun məsuliyyətini özləri daşımalıdırlar. Yəni şagirdlərdə bir iş görürlərsə bunun məsuliyyətini dərk etməlidirlər. Şagird bugünkü gün məsəl üçün imtahan verəcəksə, məsuliyyət şagirdin öz üzərindədir. Yüksək bal da toplaya bilər, aşağı nəticədə göstərə bilər. Amma şagird qarşısına qoyub ki, mən bu imtahandan yüksək bal toplamalıyam. Və bunun məsuliyyəti kimdədir? Şagirdin öz üzərindədir. Şagird çox çalışaraq, çox belə deyək, öz məsuliyyətini dərk edərək dərslərinə yanaşsa, qoyduğu hədəfə də çata bilər. Və qərar qəbul etməyin məsuliyyətini şagird burada öz üzərində düşür, belə deyək. Və şagirdlərdə tənqidi təfəkkürü inkişaf etdirmək lazımdır bunun üçün. Tənqidi təfəkkürü də inkişaf edən zaman artıq burada şagirdlər öz verdiyi qərarlara əsasən məsuliyyətini də daşıdıqlarını hiss edirlər. Məsələn, uşaq deyir, mən müəllim olacağam, mən həkim olacağam. Bunun üçün sən bir addım atırsanmı? Bu məsuliyyəti sən üzərində hiss edirsənmi ki, sən sabahsı gün gedib imtahan verəcəksən? Yəni bunların hər birini biz şagirdlərdə formalaşdırmalıyıq. Qərar qəbul etmənin məsuliyyətini uşaqlar özlərində formalaşdırmalıdır. Eyni zamanda da tənqidi təfəkkürü biz şagirdlərdə inkişaf etdirməliyik. İndi isə müəllimlər, yəni komponentin hər birindən danışdığım 5 komponent var idi və 5 komponent haqqında da danışdıq. Gəlin indi isə biz şagirdlərimdə, yəni sosial-emosional öyrənmənin dərs prosesinə necə inteqrasiya etmək olar, bu haqda danışaq. Ekranı bir dəqiqə təmizləyim.
Şagirdlərdə müəllimlər biz sosial emosional öyrənmənin komponentlərini inkişaf etdirmək üçün belə deyim də şagirdlərə aydın təlimat verə bilərik. Sinifdə pozitiv mədəniyyət yarada bilərik. Biz özümüz müəllim olaraq sinifdə şəxsi nümunə ola bilərik. Eyni zamanda da valideynləri də prosesə cəlb etməliyik və şagirdləri məktəbdən kənar fəaliyyətə də cəlb etmək mümkündür. Hansı ki, şagirdlərə aydın təlimat verdim. Aydın təlimat ver deyəndə nəyi nəzərdə tuturuq? Yəni şagirdlər həyatdan götürülən hər hansı bir situasiya üzərində bir rollu oyunlar aparacaq. Yəni simulyasiya təşkil edəcəyik və şagirdlərə aydın təlimat verəcəyik və təlimata da uyğun şagirdlər hərəkət etməlidirlər. Bu özünü göstərəcəkdir. Şagirdlərə aydın təlimat verdi. Bir sözlə həyatdan hər hansı bir situasiyanı götürürük və burada şagirdlər simulyasiyalarla vasitəsilə biz şagirdlərə aydın təlimat veririk. Sinifdə pozitiv mədəniyyət yarat. Pozitiv mədəniyyət yarat deyəndə, yəni burada şagirdlər öz fikirlərini sərbəst şəkildə ifadə etməlidirlər. Şagird qorxmalı deyil, şagird çəkinməli deyil. Sinifdə təhlükəsiz bir inklüziv mühit olmalıdır. Məsəl üçün sinifimizdə elə bir şagird ola bilər ki, kəkələməsi var. İnklüzivliyin adını çəkdim burada. Ona bir nümunə çəkim. İnklüzivlik var və sinif otağında şagird hər hansı bir ifadə işlətməyə çəkinir. Çünki bu uşaqda kəkələmə var. O söz danışarkən yoldaşları ona güləcəkdir. Yəni uşaq artıq bildiyi bir şeyi də deməyə çəkinir. Çünki sinifdə belə deyim də dəstəkləyici mühit yoxdur hardasa. Sinifdə təhlükəsiz mühit təmin olunmayıbdır. İnklüziv mühit yaradılmayıbdır. Hansı ki sinifdə pozitiv mədəniyyət yaradın deyəndə burada şagirdlər öz fikirlərini sərbəst şəkildə söyləməlidirlər. Sinifdə təhlükəsiz mühit olmalıdır. Elə eyni zamanda da biz inklüziv mühiti yaratmalıyıq və sinifdə mütləq şəkildə qaydalar, prosedurlarımız da olmalıdır. Qaydalar, prosedurlar haqqında da kanalda var müəllimlər. Ayrı-ayrılıqda video paylaşmışam. Qaydaları necə tətbiq etməliyik, prosedurlar necə tətbiq etməliyik. Bunların hər birinin də ayrı video şəklində kanala yerləşdirmişəm. Daxil ola baxa bilərsiniz. Sinifdə qaydalar, prosedurlar hazır təmin etməliyik və fəal dinləmə bacarığını şagirdlərdə formalaşdırmalıyıq. Yəni mən bugünkü gün qarşımda olan şagirdi dinləyirəmsə, şagird də öz yoldaşlarını dinləməyi bacarmalıdır. Bir-birlərinin fikirlərinə hörmətlə yanaşmalıdırlar. Yəni qarşılıqlı hörməti biz uşaqlarda formalaşdırmalıyıq. Bu da oldu sinifdə pozitiv mədəniyyət yaratır. Şəxsi nümunə ol deyəndə isə müəllimlər, biz bir müəllim olaraq sinif otağında şəxsi nümunəyik. Məsəl üçün uşaq məndən görür, götürür, evdə valideyndən, sinifdə isə müəllimdən. Mən uşaqlarla kobud danışsam, uşaqlar bir-biri ilə kobud danışacaq. Mən uşaqlarla belə deyim, xoş mühit yaratsam, uşaqlar da bir-biri ilə xoş sözlər deməyə başlayacaqdır. Yəni müəllim olaraq sinifdə özünü dərk etməni, konflikti, stresi idarə etmə bacarıqlarını biz belə deyək də pozitiv ünsiyyət nümayiş etdirməliyik. Hansı ki belə bir deyim var. Şagird 100 eşitməkdənsə bir görməyə yaxşıdır. Eyni zamanda da biz 100 dəfə uşağa deməkdənsə bir dəfə özümüz bunu uşaqlara göstərməyimiz şəxsi nümunə olmağımızdan irəli gəlir. Uşaq bizdən görüb götürəcəkdir. Məsəl üçün mən uşağa deyirəm ki, suyu kompüterin üzərinə qoyma. Amma müəllim olaraq mən çay içdiyim stəkanı gətirib qoyuram belə deyək, kompüterin üzərinə. Uşaq burada məndən nə görüb götürəcək ki? Əlbəttə bunun üçün ilk öncə uşaqlara qadağa qoyuruqsa, nəyisə olmaz deyiriksə, onun birinci biz özümüz etməliyik ki, uşaqlar da bizdən görür, götürür. Daha sonra müəllimlər valideynləri prosesə cəlb edək. Baxın, burada sosial emosional öyrənməni sual verə bilərsiniz ki, müəllimin öhdəliyinə daha çox düşür bunu inkişaf etdirmək, yoxsa valideynin? Hardasa 90% müəllimlər bu sosial emosional öyrənməni şagirdlərdə formalaşdırmamız valideyn üzərinə düşür. Nəyə görə? Çünki bir müəllim olaraq şagird mənim yanımda maksimum 5-6 saat mənim yanımda olur və yerdə qalan saatları isə öz valideyninin yanında olur və biz valideynləri nəyə görə prosesə cəlb etməliyik burada? Çünki valideyn və yaxud valideyni yoxdur, kimisə qəyyumluğundadır uşaq. Həmin şəxslərdə sosial emosional bacarıqlarını biz nə olduğunu onlara da aşılamalıyıq. Ola bilər ki, bəlkə heç valideyn sosial emosional öyrənmənin nə olduğunu bilmir. Bunlara başa salmalıyıq. Çünki valideyn olaraq evdə uşağına nəyə, necə diqqət yetirməli olduğunu biz müəllim
bildirməliyik və yeri gələrsə lazımi resurslarla təmin etməliyik. Uşaq daha çox evdə də 5-6 saat müəllim olaraq mənim yanımdadırsa, yerdə qalan saatı valideyninin yanında olur. Yəni valideyndə də sosial-emosional öyrənmənin nə olduğunu bilməlidir, eyni zamanda da valideyn evdə uşağına nəzarət etməlidir. Bu da valideynləri prosesə cəlb etməyimiz. 5-də isə qeyd etmişəm, şagirdləri məktəbdən kənar fəaliyyətə cəlb edin. Yəni bunun üçün biz sosial layihələrə şagirdlərimizi cəlb edə bilərik. Başqa məktəblərdə şagird cəmiyyətləri ilə əməkdaşlıq etməyə yönləndirmək olur ki, bu da şagirdin gələcək həyatında, karyerasında nə qədər vacib məktəbdən kənar bir fəaliyyətin vacib olduğunu şagirdlərdə inkişaf etdirmiş olur. Daha sonra müəllimlər sosial-emosional öyrənmə şagird nailiyyətinə necə təsir edir? Gəlin bu haqqda danışaq. Əlbəttə ki, müəllimlər sosial-emosional öyrənmə şagirdlərə istər akademik cəhətdən olsun, yəni təhsil sahəsində olsun, istər şəxsi həyatlarında, yəni sosial cəhətdən şagirdlərdə öyrənmə səviyyəsini artırır. Bir sözlə müəllimlər belə deyərdim, şagirdlərin akademik nailiyyətini yüksəldir, sosial-emosional öyrənmə, şagirdlərin motivasiyanın yüksək olmasında, sinifdə pozitiv öyrənmə mühitinin belə deyək, səviyyəsini artırır. Bir sözlə sizə testlərdə də çox çıxacaqdır. Sosial-emosional öyrənmə şagird nailiyyətinə necə təsir edir? Yüksək götürün cavabını. Sosial-emosional öyrənmə şagirdin istər sosial həyatında, istər akademik nailiyyətlərində uşağa yüksək təsir göstərir. Eyni zamanda da sosial-emosional öyrənmə davranışın idarə olunmasına da dəstəyini göstərir. Hər hansı şagirdlər arasında konflikt yaranıbsa və konfliktləri uşaqlar ünsiyyət bacarığından istifadə edərək həll eləyəcəklər. Yəni öz aralarında davranışları düzgün etməyə, düzgün qərar verməyə, eyni zamanda da aralarında olan konfliktləri də həll etməyə köməklik edəcəkdir. Sosial-emosional öyrənmə formalaşan şagirdlərdə və sosial-emosional öyrənmə şagirdləri həyata da hazırlayır. Yəni şagirdlər sabahsı gün mən kim olacağam, karyeraları barədə düşünməyə başlayırlar. Qarşısına bir məqsəd qoyub, məqsədə çatmaq üçün hər hansı bir strategiya qoyubsa uşaq, ona çatmağa cəhd göstərir də. Şagirdlərdə ünsiyyəti, əməkdaşlıq etməyi formalaşdırır sosial-emosional öyrənmə. Və güman edirəm müəllimlər sosial-emosional öyrənmənin nə olduğunu sizlərə tam şəkildə izah verə bildim. Zənnimcə çox asan, çətin olmayan bir mövzudur. Əgər sizə faydalı, yararlı oldusa, rəy bölməsində fikirlərinizi qeyd edin. Kanala abunə olmağı, həmkarlarınızla paylaşmağı unutmayın. Mövzumuz bu qədər. Sağ olun, salamat qalın.